Sual izahı sınaq 1. Sual nömrə 9. Deməli burada deyir ki, eyni mol miqdarına götürülmüş hidrogen qazı və azot qazı reaksiya daxil edilir. Yazıram azot plus hidrogen alınır 2 mol ammoniak və 3 mol hidrogen reaksiya daxil olur. Reaksiya axıra qədər gedir. Artıq qalan azotu isə 6 mol hidrogenlə ammoniaka çevirdilər. Reaksiyalar nəticəsində ümumi neçə mol ammoniak alındı? Deməli, mən belə əvvəlki videolarımda da izahda demişəm ki, burada eyni mol deyəndə, eyni kütlə deyəndə, eyni həcm deyəndə həmişə azı çoxa çatdırmalıyıq. 1 mol azotdur, 3 mol hidrogendir. Onda biz hər ikisini 3 mol götürək ki, azı çoxa çatdıraq. Hər ikisini 3 mol götürəndə və buradan baxıram ki, 2 mol azot artıq qalır. Artıq qalır. Və deyir ki, artıq qalan azotu 6 mol hidrogenlə ammoniaka çevirdilər. Deməli, elə mən bildim ki, götürdüyüm qədər azot olanda, yəni götürdüyümdən artıq azot qalanda 6 mol hidrogenlə reaksiya daxil olur. Həqiqətən də yazaq, baxın, N2 plus 3H2 yenə təkrar yazıram. Bu ikinci reaksiyadır. Çünki burada 2 dənə reaksiya baş verir. 2 mol ammoniak. Artıq qalan azotum 2 moldur. Və 2 moldan nə qədər ammoniakın alındığına baxsaq, 1 moldan bu ikinci reaksiyadır hələ. 1 moldan 2 mol ammoniak alınırsa, 2 mol azotum artıq qalıb daxı. Ondan da x mol ammoniak alınır. Buradan x bərabərdir 4 mol NH3. Bunu saxlayırıq yadda. Bu ikinci reaksiyadan alınan. Biz baxa görək, bəs əvvəlki reaksiyadan nə qədər ammoniak alınıb? Mən ikisini də 3 mol götürmüşdüm, düzdürmü? 3 mol götürəndə təbii ki, burada 2 mol azot artıq qaldı və 1 mol azot reaksiya daxil oldu. Tənasübü hidrogenə görə də qura bilərəm, çünki hidrogen tam sərf olunub və azotun 1 mol tam sərf olunub. İkisinə də görə qursam, yenə də eyni cavaba gəlmiş olaram. 3 mol hidrogen reaksiya daxil olanda elə 2 mol NH3 birinci reaksiyadan deməli alınıbmış. Birinci reaksiyadan 2 mol, ikinci reaksiyadan isə 4 mol, cəmisi 6 mol hər iki reaksiyadan ammoniak alındı. Yəni doğru cavab C variantı olasıdır.